İçində özümü sürüyə aparıb həmin kitabla üz-üzə qoydum. Deməli, indi burada axtaraq görək nə tapırıq. Dərindən nəfəs alıb, kitabı açıb vərəqlədim. Axı ürəyimə danmışdı ki, burada nəsə başqa da olacaq. Elə də oldu. Amma yenə də əvvəl heç ciddiyə almadığım axşam adı məni təəccübləndirdi. Əhvalım biraz korlansa da, axşam adının xoşuma gəldiyini və axır ki, əkşəm adının hardan qaynaqlandığını anlayıb biraz sakitləşdim. Üstəgəl də maraqlı məqamlar bu qarışıq hisslərimə biraz işıq saçdı. Hər halda bizim kəndimizin 92,1%-nin türk olduğunu bir daha görüb ürəkləndim. Amma bu son deyil. Bu yeni araşdırmaya bir təkan oldu. Sanki araşdırmacı xəstəliyinə yoluxub oranı tərk etdim. Ovqatımın da aşağı olması normaldır. Bir gündə 4 dəfə haldan hala düşdüm. Əgər sən də kəndimizin 30-cu illərdən əvvəl əsl adının nə olduğunu bilmək istəyirsənsə, bu videonu qonşularla, qohumlarla paylaş, bol-bol şərh yaz və bəyən ki, bu video hər kəsin qarşısına çıxsın. Abunə də deyilsənsə, abunə ol. Bəlkə də elə insanlar görəcək ki, onların da nəsə dəlilləri və sübutları olacaq. Elə mənim üçün də bir motivasiya olar. Çünki növbəti yolum arxiv idarəsinə olacaq. Orada isə iş daha çətindir, çünki telefondan istifadə etmək olmaz. Bir də onu deyim ki, kəndimizin tarixi o qədər uzaqlara gedir ki, elə bu barədə də bir çox faktlarla qarşılaşdım. Və onlar haqqında da sizə növbəti videolarımda danışacağım. Çünki kəndimizin tarixini nə qədər çox bilsək, nə qədər çox maariflənsək, bir o qədər hünərlə onun adını qoruya biləcəyik. Sağ olun. Ay hoş gelmişsin. Yığar yağın düğün.